Doktor bəy, buyurun, səsiz eşidirik. Salamlar, saygılar. Doktor bəy, çox xoş gəlibsiniz. Sizə xoş gəldin deyirəm, Sayın Başkanım. Başkanım, istərsiniz siz ilk başta millətimizlə salamlaşın. Ondan sonra mən sizin vaxtınızı alacağım. Buyurun başkanım. Çox sağ olasınız Eliyar bəy, əziz doktor Makuyi cənabları, təşkilatımızın çox zəhmət çəkən gənci, təşkilatımızın yönetim qurulu üyəsi və genel başkanımızın müavini irtibatat sorumlu üyəsi. Salam ərz edirəm bütün vətəndaşlarıma, dildaşlarıma, dünyanın hər yerində varsınız, hamınızı xoş gördük, özəlliklə Güney Azərbaycanda olan dildaşlarımız, vətəndaşlarımız. Çox sevinirəm ki, bugün xidmətinizdə varam. Əlimdən gəldiyi qədər mətrəf olan sorular haqqında cavab verəcəyəm. Könül istərdi, daha yaxşı imkanlarla, daha keyfiyyətli, kalitəli televizyonlarla, uydu vasitəsilə xidmətinizdə olaq. Millətimizin böyük cəmiyyətinə, kitləsinə ulaşa bilər. Amma nə yazıq ki, hələ ki bu imkanları əldə edə bilməmişik. Bildiyiniz üzərə televizyon və mahvarə sistemi çox bahalı bir sistemdir. Gördüyünüz çeşitli televizyonlar... Sayın Başkanım, biraz səs çox yüksəkdən olsa da, orada yazılarla səs zəif gedir. Bəli, hətmən. Televizyon haqqında belə deyim ki, gördüyünüz televizyonlar bir sırası şəxsi paralarla olur. Yəni, zəngin adamlar var, öz televizyonlarını qururlar, öz sərmayələri ilə istədiklərini deyirlər. Ola bilər siyasi olar, ola bilər kültürel olar, iqtisadi olar. Bir sıra televizyonlar var. Başqa sazmanlardan, bilməm, cəryanlardan, ölkələrdən gəlir. Gördüyünüz televizyonların bir çoxu bu sıralardandırlar. Maalesef elə bir sistem olur ki, sizə para verən sizi özünə əmir qulu edir. Bildiyiniz bədihi, aşkar olan məsələləri sizə dandıra da bilərlər. Bugün məsələ siz bildiyiniz desəz qatıq ağdır. Ola bilər, bunun tərsini də sizə dedilər. 24 saat sonra dönüb deyəsiniz ki, elə bir yanlış yapmışam, qatıq. Qara da ola bilərmiş. Yəni, əmir qulu olduğunda belədir. Yəni, sənə para verən də öz istəyi doğrultusunda səni qullanmaq istir. Amma bunun üçüncüsü də var. Bir millət olur, bir güclü millət olur. Onun içindən dəstəkləyənlər də olur. Öz əlləri, öz başları olan deyənlər də olur. Özümüz olaq, öz sözümüzü deyək, öz dərdlərimizi danışaq. Yardım da eləyə bilərlər. Bu ən gözəli, ən doğrusudur. Və ya çox güclü ola bilərsən bir millət olaraq və başqaları sənə tabi ola bilər. Yəni, səninlə işbirlik etməyə məcbur qala bilərlər. Biz cəmuh olaraq birincisinə paramız yoxdur, ikincisinə razı deyilik, heç zaman əmir qulu olmamışıq, olmayacağıq. Çünki bir milli dava adına biri yerlərdən pul alasan, başqa sözlər danışasan, o olur sənin şəxsi mənfəətlər peşində olman, yəni elə bir amac daşıma, elə bir niyyətli olmanı göstərir. Bizlər əgər şəxsi mənafi peşində olsaydıq, 1370-ci illərdən zaten Sayın Başkanımız Doktor Mahmud Əli Çehriqanlı üniversite hocası idi, müavin amuzişi danışgahı idi. Çox rahatcasına əmir qulu olsaydı məclisə də gedə bilərdi. Vizarət pişnahadı da gəlmişdi, ona da gedə bilərdi. Amma bunların heç birini görmədik. Və biz də bugün
o liderin şagirdləri olaraq onun çizdiyi yolda hərəkət etməkdəyik. Əlimizdən gəlirsə, üçüncü yolu inşallah sizin işbirliyinizlə, köməkliyinizlə başarmaya çaba göstəririk. Güclü olursaq, hər kəs bizimlə olacaq. Güclü olursaq, bizimlə işbirlik yapmaya gələnlər də olacaq və beləliklə əsas mövzumuz olmasa da mən bəlkə illər öncədən bizdən heç soruşurlar ki, nədən televizyonunuz yoxdur, nədən televizyon yoxdur. Buna da bir qısa da olmuş olsa bir cavab verdim. Sayın Başkanım, icazə versəz mən kısaca sizin haqqınızda bilgi verəm, sonra siz sözlərinizi devam etdirərsiniz. Müsaadenizle. Değerli bizi eşidenler, Sayın Başkanımız Doktor Ali Rıza Abdullahi ve Türk adlarıyla Doktor Elyar Yurduganlı diş həkimidirlər. O zaman Tahran'dan məzun olublar ve fərqli təhsil olublar. Aynı zamanda Məcməyi Danışgahyan Azərbaycani toplumu müəssislərindəndirlər. Cəmiyyət təşkilatımızın ilk həstəsindən müəssislərindəndirlər. Urmiyədə Bilim Yolu Dərnəyinin, Əncüməni Bilim Yolunun müəssislərindəndirlər Dr. Abdullahi bəy. Ondan sonra Urmiyədə o zaman teröristlərə qarşı kurulan, seçim ərəfəsində teröristlərə qarşı kurulan Azərbaycan Urmu Səsi təşəkkülünün qurucularından və yönetimlərindəndirlər. Aynı zamanda illərcə, aylarca Təbrizin, Urmiyənin ittilatında işgəncələr görmüş, həbslər çəkmiş və bu davamıza gönül vermişlər və bugün icbari olaraq maalesef sürgün hayatında yaşamaqdadırlar. Sayın Başkanımız bu günlərimizi şərəf vermişlər, sağ olsun, dəyərli vaxtların bizə ayrılmışlar və bugün Güney Azərbaycanımızın gündəm məsələlərindən və niyə biz bu hərəkətdə varıq və devam etdiririk, o konuda bizə danışacaqlar. Sayın Başkanım, üzr dilərim vaxtınızı aldığınız için. Buyurun, xahiş edirəm. Çox sağ olasınız. Ərz olsun ki, bugünkü konumuz biraz önce Elyar bəy də işarə edədilər. Bizə fərqli bu sosyal medya çalıştırdığımız kanallardan, sayfalardan suallar gəlir. Bu sayfaların sorumluları tək-tək onlara cavab verməyə çalışırlar. Amma o qədər bu ilgilər, irtibatlar çoxalır ki, artıq imkansızdır. Mən buradan öz adıma, təşkilatımız adına, dostlarım adına üzr istəyirəm. Bəzən suallar gəlir və biz onlara yetirmirək cavab verək. Belə bir qərara gəldik ki, gələn sualları bir türlü kategorizə edək, hədəfmənd edək, sualları bir halə gətirək ki, eləyə bilək cavab verək, bəlkə birilərinin sualları ortaq müştərək olur. Beləliklə, həm ilgi irtibatımızı çoxaldaq, həm də bizə gələn suallara cavab vermiş olaq, təşkilatımızın fikirlərini aydınlata bilək, millətimizlə paylaşaq, necə düşünürük, necə çalışırıq. İrtibatlarımız daha çoxalar və bu yüzdəndir ki, birinci canlı yayınımızı bugün başlayırıq. İnşallah ümid edirəm ki, bunun gələcəkdə də davamı olacaq, xidmətinizə olacaq. Əsas bugün danışdığımız mevzu bir türlü insanlarımızda gərginlik yaradan bir mevzudur. İnsanlarımızı niran edir. Bizdən bunu sürətli soruşurlar, bizim fikirlərimizi istəyirlər. Acaba bunları düşünmüşük, düşünməmişik, bunları soruşurlar və çalışacağım ki, bu bir saatın içində bəlkə biraz az, aydın şəkildə fikirlərimizi sizinlə paylaşam. Sizin də fikirlərinizi alaq, yenə də sorularınızın gəlməsini bəkləyəcəyik. Artıq xidmətinizdə olacaq. Amma sorumuz nədir? Yəni, millətimizdə gərginlik yaradan sorun nədir? Bizdən soruşulan suallar qısa müddətli, orta vadəli və uzun müddətli gələcəyimizlə ilgilidir və mən sırayla gəlmiş olsam, bugün
ilk başda başımıza gələn bəlaya haqqında soruşulan suallara cavab verəcək. O da budur. Gələcəkdə İran adlanan ölkədə hər hansı bir dəyişim olursa, Güney Azərbaycanın tutumu nə olacaq? İndi bu dəyişim ola bilər, o ölkədə inqilablar baş verər, millətlər qalxalar, inqilab edirlər. Bu dəyişim ola bilər, iç savaşlar olar. Orada iç savaş olar. Dünyada olduğu kimi, örnəkləri olduğu kimi. O zaman Güney Azərbaycan nə edəcək? Cəmaatın buna planı varmı, yoxmu? Bunu bizdən soruşulmur. Ola bilər, o ölkəyə yabancılar, süper güclər, xarici ölkələr həmlə edir. Bəs o zaman nə olacaq? O zaman nə edəcəyik? Buna bizim planımız varmı, yoxmu? Bunu bizdən çox soruşulur. Hər halda insanlarımız haqlıdırlar, gələcəkləri var, özləri, ailələri, şəhərləri. Bunları bilmələri lazımdır, haqlarıdır. O günlər üçün hazırlıq yapmaları gərəkir. Və biz də tutumumuzu bununla ilgili sizinlə paylaşacağıq. Bizi bəyənənlər, bizim tutumumuzu məntiqi görənlər, bizlə işbirliyi eləyənlər yolları açıq olacaq ki, bizə tərəf gələrlər, güvənələr. Güney Azərbaycan Milli Oyanış Hərəkatında olan qardaşlarına, evlatlarına güvənələr və artıq işbirliklər olur. Soruya cavabına keçmədən öncə bir giriş belə yapın. Görürük. Qanlı bir parçalanma olur. Serblər, Bosna-Herzək, oradakı insanlara, oradakı türklərə, müsəlmanlara və oradakı serblər tərəfindən olan soyqırımlar görürük. Acaba bunlar İranda ola bilərmi? Düşünürük ki, ola bilər. Bunlar da ola bilər. Hətta bundan bətəri də ola bilər. Bu, son 20-30 il ərəfəsində bunların qırağında Çek və Slovaki nümunəsində görürük. Çox demokratik şəkildə iki millət oy verir, iki cümhuriyyətə təbdil olurlar. Yenə də Birləşmiş Millətlərdə ölkələrin sayısı çoxalır. Və bunların qırağında biz Batı və Doğu Almaniyanı görürük. Alman qərbi və şərqini. Birləşirlər. İkiyə bölünmüş bir millət birləşir. Yəni, bu nümunəsi də var. Acaba bu bizdə də ola bilərmi? Bunu da düşünürük, ola bilər. Bizim də Quzey Azərbaycan, Güney Azərbaycan məsələmiz var. Bunlardan davam edərək gəlirik Orta Doğu, Xavərmiyanəyə baxırıq. Son bu 20-30 il məsələlərinə. Bir tərəfdən Əfqanistan məsələsi var. İç savaşlar, məzhəb savaşları, yabancıların oraya gəlir. Onu görürük. Bir tərəfdən Ərağı görürük. Saddam Hüseyn var. Diktator bir sistem var. Ölkə qonşuları ilə arası yaxşı deyil. Sürəkli ixtilafda. Dünya ilə arası yaxşı deyil. Sürəkli ixtilafda. Orada bir savaş olur. Həmlə olunur. Saddam aradan gedir və 1381-ci, 2-ci illərdən bəri hələ də Əraqda bu gərginlik davam edir. Yenə də baxırıq, gəlirik qabağa Suriya məsələsini görürük. Yaxlaşıq 9 ildir Suriyada gərginlik var. İlk öncə inqilablar başladı, sonra iç savaşlara təbdil oldu, sonra yabancı dixalətlər başladı. Suriya yerlə bir oldu, şəhərlər dağıldı, insanlar öldü, son amarlar əsasında 500 min sivil, günahsız insan ölüb. Şəhərlər, imkanlar, hər şey aradan gedib. Özəlliklə Dəməşqin ətrafında olan, yəni Dəməşqi qorusunlar deyə, Bəşar Əsədi qorusunlar deyə başqa şəhərlər özlərini səngər etmişlər, qalxan etmişlər, bu şəhərlər yerlə bir oldular.
Acaba bu İranda ola bilərmi? Düşünürük ki, ola bilər. Hətta ondan bətəri də ola bilər. Yəməni görürük. İç savaşlar, ixtilaflar, yabancı müdaxilələr. Son amarlarda 80.000 uşaq yalnız acından ölüb. Çörək yox, yemək yox, içmək yox, acından ölüblər, qəhti var. Bizdə ola bilərmi İranda? Ola bilər. Dünyada olduğu kimi bizdə də ola bilər. Və soru buradan qaynaqlanır. Olası bir dəyişimdə inqilab, iç savaş və ya yabancı müdaxilədə biz nə edəcəyik? Bu dəyişikliklərdə işimiz yox. Hansı tərəf haqq tərəfidir, hansı haqsız? Çünki dünyada bir gedişat var, bir olaylar var, bir istəklər var, süper güclər var. Biz onları müdaxilə edə bilmirik. Onların siyasətlərini dəyişə bilmirik. Haqlı tərəf kim, haqsız tərəf kim? Gələcəkdə kim haqlıdır, kim haqsızdır, kim günahlıdır, kim günahsızdır? Onu bizim deməyimizlə biz o siyasətləri dəyişə bilmirik. Amma ən azından o günlər üçün acaba hazırlığımız varmı millət olaraq, yoxsa yox? Bunu bizdən soruşurlar, cəmaət olaraq bunun üçün planınız nədir? Eləncə bir günlər düşünübsünüz, düşünməyibsiniz. Və biz deyirik ki, sizin evlatlarınız 20 ildən fazladır. Ta o birinci gündən bu günə qədər bu günləri də düşünüb, fikirləşib, planlar yapıb. Amma hər şey də fikirlə olmur, planla olmur. Bu yüzdəndir qərar almışıq millətimizlə məsələləri paylaşaq. Əminəm ki, bir çoxunuz bilirsiniz, bizə gələn suallar da bunu göstərir, amma bilməyənlər də var. Məsələnin umğunu, faciənin umğunu bilməyənlər də var. Olar ki, qıraqdan baxırsınız. Deyirsiniz ki, amandır, dinməyim, tərpəşməyim, elə düzənimi pozmuyum. Bazarı bacı qardaşlarımız. Fikir eləməyin, bu bəlaya bizim başımıza gəlməz və siz elə hər zaman bazarda alış-veriş edib paramız qazanırsınız. Əziz döktürlərimiz, əziz mühəndislərimiz, əziz karməndlərimiz, fikir eləməyin, eləncə bir iç savaşda sizə kimsənin işi olmayacaq. Havadan yağan bomba bilməyəcək. Bu sənin evinə düşür, yoxsa bir işçinin, yoxsa bir əşintinin. Fikir eləməyin, qıraqda qalmaqla özünüzü qorursunuz, gələcəyinizi qorursunuz, servətinizi qorursunuz, evlatlarınızı qorursunuz. Qıraqdan durub baxırsaq, bu bəlayanın hamısı və daha bətəri başımıza gələ bilər. Məsələ budur. Biz bu məsələni sizinlə paylaşmaq istəyirik. Qonşuluğumuzda olan Əraqa baxdığımızda və bəlkə Əfqanistan nümunəsi, Suriya nümunəsi və Yəmən nümunəsində ən başarılı sistemi biz Əraqın şimalında görürük, Quzey İraqda. Nə olsun, qonşularımızdır, bəlkə ixtilaflarımız olan qonşulardılar da. Amma düşmanımız olsalar belə müsbət təcrübələrə dəyərləndirməmiz lazım. Yalnız bu ölkələrdə bir tək orada hazırlıq var idi. Əraqda olan bu savaşlarla ilgili. Çəkdilər, öz bölgələrini qorudular, milli məclislərini qurdular, universitetlərini təhsis elədilər və ən azından şəhərlərində hifz elədilər. Bu məsələ ilə ilgili belə deyim, son 100 il tariximizə baxdığımızda Qacar Türk imperatorluğu devrildikdən sonra Pəhləvilərin iş üstə gəlməsi, ondan sonra farslı, dinçi, şiəçi, mallah hakimiyyəti, dini qudlanan mallah hakimiyyəti iş üstə gələndən sonra bu 2 dönəmdə Azərbaycana
qarşı bir sıra hərəkətlər olub. Çünki ilk başda başlandığında fikir bu idi. Bir millət, bir dil, bir devlət, bir ölkə, yəni hamını dəyişib, hamını fars eləmək istəyirdilər. İşimiz yox. O planlar, projelər indi tarixin çöplüyündədirlər. Bizlərə bilməm, siz Azərisiniz, fars idiniz bir zaman. Moğollar cadı sizi türk elədi. Belə-belə saçma şeylərlə millətimizi oyalamaq istədilər, millətimizi assimilyasiyona məruz qoymaq istədilər. Hər halda bu iş olmadı, bu planları tutmadı. Amma görürük ki, o siyasət davam edir, keçən 100 ildə, 80 ildə davam edib. Azərbaycana qarşı baskılar çoxalıb, Azərbaycanın sərməydarlarını bölgəmizdə qalmağa çətin şərait yaradıblar, onları köçə məcbur qoyublar, gənc işçilərimizi, habelə bölgəmizdə işsizlikdən dolayı göç etməyə məcbur qoyublar. Maliyyətlərimizi alıb mərkəzə xərcləyiblər. Devləti böyük yatırımlar heç olmayıb bizim bölgələrimizdə. Bölgəmizi paramparça ediblər. Bilməm, Qəzvin, Zəncan, Ərdəbil yaradıblar. Torpaqlarımızı pay vermək istəyiblər və bu görünən budur ki, mərkəzdən Azərbaycana qarşı böyük bir həmlələr var və əlimizdə olan mal varlıqlarımız, əlimizdə olan imkanlarımız hamısı özümüzə aiddir. Millətimizin öz əməyi ilə, öz paraları ilə devlət verməsə də, bugün şəhərlərimizdə olan xəstəxanalar, furudqahlar, mədrəsələr, nizami yerlər, devlət yerləri, banklar, küçələrimiz, xiyabanlarımız, evlərimiz, dükkanlarımız, hamısı bizim millətin mal varlığıdır. Əgər eləncə bir günə hazır olmasaq, əgər şəhərlərimizi təslim edəsək, əgər mərkəzə icazə versək ki, mərcdə olan şəhərlər, ətrafda olan şəhərləri özünə qalxan edə, səngər eləyə, eləncə bir yabancı dış müdaxilədə ilk bizim şəhərlər aradan gedəcək. Yerlə bir olacaq. İnsanlarımız aradan gedəcək. Təsəvvür buyurun, bugün Suriyədə deyələr sulh olub. Hər şey düzəldi. Sülh oldu. Gəlin bu ölkəni başdan bina edə. Bugün belə bu iş başlasa, 50 il çəkər Suriyə geçmiş haline dönür. Baxın, dünya harada, hələ 50 il bundan sonra Suriyə istəyir ki, keçən 9 ilinə gəldi. Beləncə bir şey bizdə olursa, bu bizim məhv olma deməmizdir. Bu bizim tarixin sayfalarına qatılmamız deməkdir. Bugün üçün hazırlığımız var mı? Millət olaraq buna hazırıq mı? Bunu önləmək istəyirik mi? Əsas soru budur. Bizdən soruşulanda cəmoq olaraq biz deyirik ki, bir insanımızın burnundan bir damla qan axmasına belə razı deyil. Bir binamızın, bir devlət yerimizin, evimizin, dükkanımızın bir çatısı, bir duvarı yıxılsın belə buna razı deyilik. Bunu necə qoruyacağıq? Bunun üçün planımız var. Eyni halda millətimizin dəstəyinə də ehtiyacımız var. Məsələ budur. Amma sorunun cavabı nədir? Sorunun olası bir dəyişimdə, İranda olan bir dəyişimdə inqilab, iç savaş və ya yabancı ölkələrlə savaşdı. Bölgəmizi necə qurtara bilərik? Bunun cavabı budur. O gün, o an, o gün yetişirsə, indi ola bilər, demirik 3 ay, bəlkə 5 ay, bəlkə
bəlkə 9 ay, bəlkə 15 ay. Bunlar ehtimalları biz bu gündən nəzərdə almasaq, hazırlığımız olmasa, ömür boyu bunun peşmançılığını çəkəcək. Baxınız, gənə də mən istəyirəm cavabı deyəm, amma olaylar o qədərdir ki, yadıma düşür. Suriya millətinə baxın. Milyonlar insan avaradır bugün. Çünki hazırlıqları yox idi. Çünki hamısı qıraqdan baxdılar. İş işdən keçdikdən sonra heç iş görə bilmədilər. 4 milyondan artıq Suriyəli mültəci bugün Türkiyədə. Milyonlar insan Lübnanda, Ordonda. Milyonlar insan Lübnanda, Ordonda. Kəmplərdə. 100 minlər insan ölübdür. Çünki hazırlıqları yox idi. Bəlkə bir çox insanı düşünürdü ki, oturaq yerimizdə, işimiz olmasın, özümüzü, ailəmizi qoruyaq. Amma qoruya bilmədilər. Çünki başlarına yağan bomb demədi ki, bunlar qıraqda duran idilər, yoxsa əməl edən idilər. Dediyim kimi, biz dünya mühadilərinə təsirimiz yoxdur. Kim haqlıdır, kim haqsızdır, onunla da işimiz yoxdur. Amma dünyada gedən gedişata hazırlığımız olmasa, millət olaraq aradan gedə bilər. Nümunələrini dedim. Amma o gün üçün nə etməmiz lazım? Qısacası sorunun cavabı budur. Biz o gün şəhərlərimizin kontrolunu öz əlimizə keçirdəcək. Biz o gün şəhərlərimizi İranın nizam-intizam qüvvələrinin cəbhəsinə, mərkəzin Tehran, İsfahan, Şiraz, Yəz, Sinnan, Kirman, beləncə şəhərlərin cəbhəsinə, qalxanına təbdil olmasına icazə verməyəcək. Əmin olun, hakimiyyətlərini və mərkəzi qorumaq üçün çevrədə olan bütün şəhərləri, əyalətləri, ustanları fəda edərlər, qurbanlıq verərlər ki, mərkəzi qorusunlar. Və bizim buna hazırlığımız olmasa, bunların hamısı bizim başımıza gələ bilər. Bizim də insanlarımız avarı ola bilər. Aclıq bizdə də ola bilər. Bu bir dənə bəqa məsələsidir. Yəni, bəqa sorunudur. Bu, ölüm-qalım savaşıdır. İlk öncə ayaq üstə durmamız lazım. İlk öncə özümüzü qorumamız lazım. Şəhərlərimizi qorumamız lazım. Bunların hamısını nəzərdə almamız lazım. Bunlar olmadıqdan sonra bilməm, biri deyir federal nə olar, biri deyir müstəqillik nə olar, biri deyir demokrasi nə olar, əhsab nə olar. Bunların hamısına gələcək zamanında, amma ilk öncə bəqa sorununu çözməmiz lazım. Ölüm-qalım savaşında o özəl günü üçün hazırlıq da olmamız lazım. Biz millətimizi xitab alırıq, siyasi partilərlə, bilməm, siyasi şəxsiyyətlərlə işimiz yoxdur. İlk gündən bəri başdan Sayın Genel Başkanımız Dr. Mahmud Əli Şəhrivanlı bəy Təbrizdə milləti xitab aldı. Millətin içinə getdi. Məscidlərdə, Hüseyniyələrdə, toylarda, yaslarda, evlərdə milləti xitab aldı, danışdı. Bugün bizim müxatəbimiz insanlarımızdır. Bilməm, filan təşkilat bunu deyər, filan şəxsiyyət bunu deyər, filan kəs belə intiqad edər. Biz açıq aydın millətin içindən çıxan sizin evladlarınız olaraq, qardaşlarınız olaraq bu məsələləri açıq aydın sizinlə danışmamız lazımdır. Sadəcə də oturub danışmamız, sadəcə oturub kəlmələri buruşdurmadan, çox, bilməm, əcaib qərarı kələmələr, istilahlar işlətmədən millətlə üz-üzə danışmalıyıq, millətin içində olmalıyıq. Amma o gün üçün deyirik ki, biz buna planımız var, projemiz var. İlk günündən təşkilatımızın qurulduğu gündən bütün şəhərlərdə təşkilatımızın səmpatları var, sevənləri var, istəyənləri var, cəmaət olaraq, başqanımız olaraq. Və ara sıra da elə bizim bunlar sünnəti adamlarımızdılar, irtibatlarımız var. Müstəqim də danışmasaq, elə bizdən bir mesaj gəldiyində, xəbər gəldiyində məsələnin nə olduğunu anlayırlar. Bunlar qədimdən vardılar. Keçən illərdən başqa bir iş başlamışıq.
Bunu mən çox açıq ürəkliliklə deyirəm, çünki zəhmətin çəkmişik, bu işləri başlatmışıq. Bütün şəhərlərimizdə, bütün məhəllələrimizdə, qəsəbələrimizdə insanlarla irtibat qurmuşuq. Dediyim, yəni fərqli yollarla, kanallarla müraciət edənlər olub. Onları təşkilatlandırmışıq. Onların əmniyyəti məsələlərini nəzərdə almışıq. Öz sistemimizi, bunları açıqlaması lazım deyil. Sistemimizi qurmuşuq. 5 nəfərli, 10 nəfərli, 8 nəfərli qruplarımız təşkil tapdılar. O gün üçün eğitimlər alırlar. Bunların içində universitet hocaları da var, gənclər də var, öyrəncilər də var, xanımlar da var, yaşlılar da var, hər kəs var. Sadəcə bunlardan istəmişik ki, bir araya gəlin, bir-birinin ilgide olun, irtibatda olun. Arada nümayəndələri ilə irtibatda oluruq, mətləb yetiririk, onlardan mətləb alırıq. İstəyirik öz aralarında qaynaşalar, beyin fırtınası yapalar, fikirləşələr, fikirlərini bizə deyərlər. O qədər gözəl şeylər bizə gəlir ki, yazılar, təhlillər, analizlər, biz onları istifadə edirik. Bizim təşkilatımız zaten milli oyanış hərəkatıdır. Oyanmaya hamımızın ehtiyacımız var. Öyrənməyə hamımızın ehtiyacımız var. Və biz bunu illər öncədən başlamışıq. O özəl gün üçün insanlarımızı hazır durumda tutmaya çalışmışıq. Amma bu iş bizlə, bizim yaratdığımız qruplarla olmaz. Bu iş bir millət işidir. Bu iş 500 nəfərlə, 1000 nəfərlə, 2000 nəfərin işi deyil. 2000 nəfərin olar, hazır durumda olar. Millət ona dayaq durmasa, onu himayət eləməsə, sən utuzarsan. Bunun üçün yaxşı təcrübələrimiz də var. 1385 ilini İran qəzetəsini, Haman böcəyi karikaturunu nəzərdə alın. O illərdə xiyabanlarda olundan yaxşı xatırlarlar. O il mən Urumiyədə idim. Sübdən məsələləri baxırdıq, izlirdik. Ətraf xiyabanlar, Urumiyənin əsli xiyabanının ətraf xiyabanlarını hər yeri doldurmuşlar məmurla, hazır durumda. Sipah, İttilaat, Bəsid, İntizam. Hamısı hazır idilər. Millət gəlirdi, nə edəcəyini bilmirdi. O anlarda hazırı candan geçmiş dostları var idi və buna əlavə universitetə yataqlarından, xalqaqlarından yenən otobuslar Ətai xiyabanında oldu. Öyrəndilər otobuslardan yenə şuar verə çıxdılar və ilk həstə quruldu. İnanın, o minlərcə gətirdikləri nirular, o millətin birbaşı Urumiyənin əyalətində idi, Urumiyəlilər bilirlər. Birbaşı Ətaidə, İran qəzetəsinin önündə. Sel kimin, millət sel olmuşdu. İnanın, o sərhəngilər, o nirular, bilməm, niru, qardivicələr sıxışıb ortada qalmışdılar. Millətin gücü bunları o qədər etkisiz hala gətirdi. Millət heç onlara daş da atmırdı, çəkirığa da demirdi. Millət bir araya gəldiyində o qədər güclü oldu. Heç kimsə, heç bir məmur yerindən tərpəşə bilmədi. O gün biz qəsdimiz bu da idi şəhərlərimiz alaq. O gün fəqət etiraz aksiyaları idi. Etirazımızı dövlətə qarşı göstərirdik. O gün tutanları da bizim qabağımıza təslim idi. Şəhərdarı da, padqanlar da, hər yer, istədiyimiz yeri ala bilərdik. Və bizim millətin o birliyinə ehtiyacımız var. Bizlərə silah lazım deyil. Bizlər terörist qruplar deyilik. Güney Azərbaycanda, Güney Azərbaycan Milli Hərəkatının gedişatına baxdığımızda bu günə qədər bir kimsənin burnundan belə qan damızdırmamışıq. Ehtiyacımız da yoxdur. Amma millətlə bir olmaya, millətin dəstəyini çəkməyə, millətin himayətinə ehtiyacımız var. Və bunu açıq aydın örnəkləri deyərək, millətimiz özü yetərincə bilicidir, ağahdır, bilir, xəbərlərə baxır, Suriyəni görür, Yəməni görür, Əfqanistanı görür, Ərağı görür.
Millətimiz özü bunu bilir. Amma yenə də biz çox açıq şəkildə bu məsələləri bir daha xatırlayırıq. Biz o gün necə edə bilərik şəhərlərimizi kontrol alaq? O gün üçün necə hazırlıq apara bilərik? Hamımızın qonşuluğunda, familində, ailə üzvlərində, dostluğumuzda, həmklasslarımızda devlətə çalışan elə məmurlar var. Sipahdan da var, ərtişdən də var, bəsizdən də var, ittilaatdan da var. İşim yox, bunların bir qismi gerçəkdən mərkəzin siyasətlərinə inanırlar. Yəni, yalnız maaş üçün də inanırlar. Onlar da inansınlar. Günü gələr onları da ayırlarıq. Amma bir çoxu da var, şuğluları budur, işləri budur, gəlirləri budur. Yəni, bu o demək deyir ki, bugün bir sipahdan xidmət edir, gerçəkdən mərkəzə inanır. Şuğlu odur, onun işi odur. Biz bu insanlara tərəf gedəcəyik. Ailələrimizdə olan, dostluqlarımızda olan, qonşuluğumuzda bunlarla danışacağıq. Məsələləri bunlara deyəcəyik. Bunlara aydınlıq gətirəcəyik. Fəlakəti bunlara anlatacağıq. İlk öncə onları özümüzə tərəf çəkməmiz lazımdır. Onlar da bizim qardaşlarımız. Onların da evlatları bizim mədrəsələrimizdə, məktəblərimizdə, xəstəxanalarımızda. Onlar da bizlə iç-içədirlər. Yəni, fəlakət gəlincə deməyəcək bu kimdir. Kimin uşağı ac qalır, kimin başına bomba düşür, kimin duvarı yıxılır. Fəlakət gəlincə hamının başına gələcək. Və bizim ilk vəzifəmiz budur. Millət olaraq bunlara tərəf gedək, bunları cəzb edək, bunları aydınladaq. Millətimizin özü ilə irtibatda olaq. Daha aktiv olan dostlarımız, bacı qardaşlarımız öz aralarında qruplaşmaları lazım, təşkilatlanmaları lazım. Demirik, təşkilatın adı, armı olması, bilməm, kimlik kartı olması lazım deyil. Öz arayızda güvəndiyiniz, tanıdığınız həm klassinizi, qohumunuzu, familinizi üçlü, beşli, onlu qruplar halına gələcəksiniz. Bərabər danışacaqsınız. Bunun heç bir xətəri də yox. Bərabər yaşıb çay içəndə 1 saat, 2 saatın ayırıb Azərbaycan məsələlərini danışacaqsınız. Bəhs edəcəksiniz, beyin fırtınası yapacaqsınız. Yazı yazacaqsınız. Siz inanın ki, içənizdə o qədər gözəl şeylər çıxacaq eşiyə. Onları bizə də çatdırın. Bizim də öyrənməyə ehtiyacımız var. Elə bu qrupların içində, bizim keçmişdə qurduğumuz qrupların içində tarixçisi də çıxıb. Hüquq bilimləri uzmanları da çıxıb. Siyasət elmlərinin uzmanları da çıxıb. Yazıblar, pozublar, fikir veriblər, bizə də öyrədiblər, müraciə ediblər. Siz də bu işləri yapın. İndidən qruplarınızı qurun, öz arayızda, dostca qrup, familcə qrup, həm klass qrupu, güvəndiyiniz adamlarla. Şartın lazım deyil. 3 nəfərsiz, 3 nəfəri qrup yüzü qurun. 7 nəfərsiz, 7 nəfəri, 10 nəfərsiz, 10 nəfəri. Qrup içində necə çalışmaları görün, təmrin eləyin. Nizami qüvvələrə baxanda sulh zamanı bunların manevrə yaparlar. Düşman yoxdur. Xəyali bir düşman tərif edirlər. Hazırlıqlarını qorusunlar deyə manevr yaparlar. Bu da bizim manevrumuzdur, millət olaraq. O çətin günlər üçün bizim manevrumuzdur. Biz bu məsələni hifz edə bilsək, biz bu məsələni qavraya bilsək, biz bu o çətin günlər üçün bizim manevrumuzdur. Biz bu məsələni hifz edə bilsək, biz bu məsələni qavraya bilsək, biz bu məsələdən qurtula bilsək, ondan sonra keçəcəyik başqa məsələlərimiz. Bu bəqa sorunu çözə bilsək, gerisi təfərrüatdır. Yəni, inanırıq buna. Milli mənafeyimizi nəzərdə alırıq. Şəxsi mənfəətlər peşində deyilir. Demirəm, tamamilə camuqçu olun, camuqa qatın. Baxın, sevdiyiniz, bəyəndiyiniz, sizinlə uyuşan başqa bir təşkilat var. Gedin onlara da yardım edin.
necə irtibat qurasınız, baxın, görün, yollarını tapın. Amma cəmiyyət olaraq biz bu işi görmüşük, qurğularımızı qurmuşuq, yetərli deyil, çoxaldacağıq. Amma bu bir, dediyim kimi, millət dərdidir, bu bir milli savaşdır, bu bir ölüm-qalım savaşıdır. Hamımız bugün zəhmət çəkməsək, inanın ki, zamanı gələr, başımıza çox böyük fəlakətlər gələr. Avara düşərik. Evlatlarımız, Allah eləməmiş, canlarını əldən verərlər. Ailələrimiz, hər şeyimiz məhv olar gedər. Hər şey məhv olub gedəndən sonra deyək ki, sülh gəldi, demokrasi gəldi. Nəyə lazım? Bir nəsl aradan gedəndən sonra, bir millət aradan gedəndən sonra. Hər halda çox sağ olun məni dinlədiyiniz üçün. Mən əsas məsələmiz bir çox dostlardan gəldiyi soru olaraq bugün bunu nəzərdə aldım. Çalışacaq ki, o birisi danışıqlarda, canlı yayınlarda bir neçə sualı mətrəh eləyək. Eləcə də yenə də biləmizə soru gəldikcə baxacağıq. Bunları dəstəbətlıq eləyəcəyik, bir araya gətirəcəyik. Videomuz sanıram 24 saatın sayfalarımızda olacaq. Bunu Telegramda da yayacağıq. Əlinizdən gəldiyi qədər bugündən etibarən daha aktiv, daha çalışqan, daha etkili, daha sorumlu millətin içinə gedin. Dediyim kimi, devlət məmurlarının içinə gedin, danışın, anlatın, özünüzə qruplar qurun. O son gün üçün, o faciəli gün üçün əgər gəlib çatırsa, hazırlığımız olması lazım. O gün işləri öz əlimizə almamız lazım. Özümüzü, ailəmizi, şəhərlərimizi, famillərimizi, bölgəmizi qurtarmamız lazım. Umudumuz budur ki, o günü atlata bilsək, yaxın zamanda Güney Azərbaycan Demokratik Türk Cumhuriyyətini quracağıq. Bunun üçün də planlarımız, projelərimiz var. Dediyim elə uzmanlardan keçən bir üniversite hocamız Japon eğitim sistemini çalışır. Bir ara Japonda idi, mütaliə edir və gələcək Güney Azərbaycan üçün nə gözəl bizim millətimizə uyğun bərnamələr yazıb, hazırlayıb bizə çatdırır. Dediyimiz qruplardan müəllimlər var, gələcək məktəblərimiz üçün kitablar hazırlayıblar. Əlaqəsi var, məsələ deyək ki, Sevgim İbtidainin Türk dil ədəbiyyat sahəsində çalışır. Allah şükür nümunələri də var. Quzey Azərbaycanda, Türkiyədə baxırlar, görürlər. O günlər üçün kitab hazırlayanlarımız da var. Elə bunlar sizin içinizdən çıxıb. Biz məhduduq. Gücümüz də məhduddur. Nə güc alırıq sizdən alırıq. İlk başda başkanımız, Sayın Genel Başkanımız Doktor Mahmud Əli Çehrivanın necə gücünü sizdən aldı? Bu gündə. Sizinlə irtibatda olmaqdan güc alırıq. Sizinlə ilgidə irtibatda olmaya davam edəcəyik. Bizə güvənin, qardaşlarınıza, evlatlarınıza, cəmiyyətdə olan mənə və mənim dostlarıma inanın, güvənin, daha çox təlaş eləyin, hədəfmən çalışın. İnşallah yaxın gələcəkdə buna inanmışıq, inanırıq ki, gələcək bizimdir. Çox sağ olun. Mənim üçün əgər başqa məsələ də olsa İlya bəy istəsə də buyursunlar. Yoxsa... Sayın Başkanım, bugün dəyərli zamanınızı ayırdığınız için, əlbəttə ki, tüm zamanınız vətən millətə aiddir. Hər zaman geçmişdəki kimi və əvvəl gündən böyünə qədər gecələr, gündüzlər durmadan vətənimizə, millətimizə çalışıbsınız və bilirəm ki, bizə də yol göstərməkdə heç bir zamanınızı əsirgəməyibsiniz. Bundan sonra da Sayın Genel Başkanımız Doktor Çehriqani və sizin kimi böyüklərimizin yol göstərmələri ilə, təşkilatımızın qərarlarla millətimizlə ilgili olacağıq və əminəm ki, çox böyük başarılar əldə edəcəyik və vətənimizi olduğu kimi qoruyub və azadlığa götürəcəyik. Çox sağ olun. İnşallah bir sonraki proqramlarda təkrar bərabər danışacağıq. Çox sağ olun. Sizi və əziz millətimizi Allah'a tapşırıram. Çox sağ olun.